Bu gün sizlərə əsasən yaşlı insanlarda çox sıx rast gəlinən diz ağrılarının əsas səbəblərindən biri olan artroz, sadə dildə el arasında duzlaşma kimi tanınan xəstəliyin konservativ, yəni qeyri-cərrahi müalicəsindən bəhs edəcəm. Konservativ müalicəyə nə qədər erkən başlanırsa, bir o qədər də faydasının daha çox olduğunu unutmamalıyıq. Konservativ müalicə nədən ibarətdir? Həm həkimə, həm xəstəyə bağlı olan səbəblər vardır. Həkim tərəfindən təyin edilən dərman preparatları birinci. Bunların məqsədi dizdə olan qığırdaq ehtiyatının qorunub saxlanması, məqsədi isə gələcəkdə olan ağrıların həm də qığırdaq yeyilməyinin qarşısını almaqdır. İkinci müalicə növü diz ətrafı əzələlərini gücləndirmək. Yəni əzələlər nə qədər güclü olarsa, oynağa düşən yük bir o qədər az olur. Nəticədə yaranan problemin inkişaf sürəti azalar. Üçüncüsü, bu diz oynağında qığırdağın yeriməsini provokasiya, yəni daha da artıran hərəkətlərdən qaçmaq. Yəni pilləkən çıxıb düşməkdən yayınmaq lazımdır, eniş-yoxuşdan yayınmaq lazımdır. Dizi yerdə qoyub dizi uzun müddətli büklü vəziyyətdə qalan işlərdən uzaq olmaq lazımdır. Xəstəyə bağlı tərəfi isə bu müalicənin birincisi təbii ki, həkimin tövsiyə və məsləhətlərini birə-bir yerinə yetirmək. İkincisi və ən önəmli, müalicənin də ən önəmli hissələrindən biri, xəstə əgər artıq çəkidən əziyyət çəkirsə, mütləq o artıq çəkidən azad edilməlidir. Çünki bu zaman dizə düşən yükün azalması və müalicənin də faydalılığının daha da artması daha aydın görünür. Unutmayaq ki, 50 yaşdan yuxarı insanlar dizdə ağrıların başlanmasını gözləməməlidirlər. Profilaktik olaraq həkimə müraciət etməlidirlər. Çünki xəstəlik nə qədər erkən mərhələdə aşkar edilirsə, bir o qədər də rahatlıqla müalicə edilir.